Bir valla biraz sabahdır fikir verəm, axır vaxtlar turnirlərə Gedirlər. Bir son 2 ildə Qarabağda bu hərəkətli yaranıb. Biraz da Neftçidə. Bütün yaş qruplarını elə bilməsələr də bəzi yaş qruplarında turnirlərə qatılırlar. Qardaş, başqa klubların bu necə akademiyadır ki, bir dəfə xarici turnirə Gürcüstan, qonşu Gürcüstana gedib gəlmək böyük bir xərc deyil. Və çox yaxşı turnirlər təşkil olunur orada. Böyük də uşaq futbolu ilə bağlı ənənəsi var. Təəssüflər olsun ki, bir çox klublarda, mən burada çəkmək istəmirəm, onların məşq keçdiyi meydançaların bir görəndə və yaxud da belə bir təəssürat yaranır ki, onlar sadəcə sadəcə bir quş qoymaq ki, bunu elədik, onu xətirlə... Qeyd üçün ki, güya biz bir şey görmüşük. Bu cürdə Azərbaycan futboluna yanaşmaq, ona görə qeyd edirdim ki, klubların öhdəsinə yaxşılı pisli, yəni lapla yaxşı da olsa klub, onların öhdəsinə buraxmaq olmaz tamamilə. Burada AFFA'nın özünün sistemi olmalıdır, özünün nəzarəti olmalıdır. Bax, Gürcüstanda model elə oldu. Federasiya qərar verdi ki, uşaq futbolu ilə bağlı sxemi özü cızacaq və ona nəzarəti özü eləyəcək. Ona görə də indi Gürcüstan futbolu hansı yerdədir milli səviyyəsində, biz hardayıq, təəssüf ki, heç müqayisə eləmək istəmirəm, xoşum gəlmir elə şeylər.